Amerika Birləşmiş Ştatlar Administrasiyası İranın yeni ali rəhbəri Ayətullah Müçtəbə Xameneiyə qarşı misli görünməmiş dərəcədə sərt şərtlər irəli sürüb. The Wall Street Journal qəzeti Amerika rəsmilərinə istinadən Donald Trump'ın İranın yeni liderinin fiziki olaraq məhv edilməsi planını dəstəkləyəcəyini yazıb. Məlumata görə bu radikal addım yalnız o halda atılacaq ki, Müçtəbə Xameneyi Vaşinqtonun əsas tələblərini, xüsusilə də nüvə proqramından tamamilə imtina şərtini yerinə yetirməsin. Qəzetin həmsöhbətləri qeyd ediblər ki, Xameneyinin aradan qaldırılması üzrə konkret əməliyyatı İsrail xüsusi xidmət orqanları həyata keçirə bilər. Birləşmiş Ştatlar isə bu prosesə tam siyasi və logistik dəstək verəcək. Trump'ın bu mövqeyi Tehranda rejim dəyişikliyi və ya tam təslimiyət ssenarisinin artıq ən yüksək səviyyədə təsdiqləndiyini göstərir. Analitiklər hesab edirlər ki, Vaşinqton bu yolla İranın yeni rəhbərliyinə heç bir manevr imkanı tanımır və onları ya nüvəsiz gələcək, ya da ölüm seçimi qarşısında qoyur.